Əziz dostlar, 6-cı dəfə keçirilən yerli şirkətlərin tanıtım sərgisindəyik və sərgidə ən çox marağa səbəb olan güşələrdən birində Kavralinazdayıq və şirkətin rəhbəri Vahid müəllimlə birlikdə. Vahid müəllim, xoş gördük, uğurlar arzulayırıq. Xoş gördük. Hər kəsə uğurlar olsun bu sərgidə. Vahid müəllim, siz şirkət olaraq çox tez-tez mütəmadi şəkildə alıcılarınıza kampaniyalar, endirimlər təklif edirsiniz. Bu dəfə sərgi ziyarətçiləri bu stenda yaxınlaşanda Kavralindən nələr gözləsinlər? Deməli, bu il yenilik olaraq sərgimizdə müştərilərimizə əlavə xidmətlər sunuruq, belə deyək. Yeni məhsullarımız var, yeni endirimlərimiz var bu il üçün, bu sərgi üçün. Ələxüsusda xalçada 70% endirim eləmişik. İkinci zalda hal-hazırda sərgilənir. Kavralinaz olaraq illərdir biz sərgidə iştirak edirik. Bu da sərgilərdən biridir. Gözəl bir güşəmiz var. Yəqin ki, göründüyü kimi. Hər kəsi də dəvət edirik. Sərgidə bizi də ziyarət eləməyə. Hər kəsi gözləyirik. Vahid müəllim, Marsol qrupun təşkil etdiyi sərgi hər il elə öz-özlüyündə daha da inkişaf yolunu keçir. Amma siz yalnız Marsol qrupda deyil, bir çox sərgilərdə iştirak etmişsiniz, edəcəksiniz. Ümumiyyətlə, bu sərginin digərlərindən fərqi nədir? Ümumiyyətcə, bu sərgimiz, Marsol qrupun təşkil etdiyi bu sərgi 2 zalda keçirilir. 9000 kvadratlıq bir sahədir. 270-dən artıq şirkət var. Təsəvvür edin ki, hardasa 100 şirkət kreativ stend qurub. Yəni, bu çox böyük göstəricidir. Ona görə də sərginin möhtəşəmliyi buradan bilinir. Bu sərgi həqiqətən də indiyə qədər iştirak etdiyimiz sərgilərdən çox fərqlənir. Çox möhtəşəmdir. Vahid müəllim, sizə uğurlar, komandanızla birlikdə hər zaman böyük, yerli və beynəlxalq layihələrdə çalışırsınız. Sağ olun, təşəkkür edirik. Arzu edirik ki, ölkəmizdə hər vaxt beləncə bir sərgilər olsun. Biz orada iştirak edirik, sağ olun. Müsahibimiz Vahid müəllim idi, Kavralinazın rəhbəri.